Biri var idi, biri yox idi. Uşaqların təlim tərbiyəsi ilə məşğul olan bir tərbiyəçi var idi. O, uşaqların inkişaf etməsi və şəxsiyyət kimi formalaşması üçün əlindən gələni əsirgəmirdi. O düşünürdü ki, uşaqların inkişaf etməsində ən güclü bağ valideynlə olan əməkdaşlıq bağlarıdır. Ona görə də valideynlərlə tez-tez görüşür, onlarla söhbətlər aparırdı. Onun valideynlərlə görüşü ümumi xarakter daşıdığına, o ancaq bu görüşlərdə qrupda olan məsələlərlə bağlı müzakirələr aparırdı. Amma şəxsi məsələləri yalnız valideynlərin özü ilə danışırdı. O günlərin bir günündə qrupunda uzun müddət müşahidə etdiyi Leylanın ümumi inkişafı ilə bağlı anasına danışdı. O qeyd etdi ki, Leylanı uzun müddətdir müşahidə etdiyinə görə onda müəyyən ləngimələrin olduğunu hiss edib. Və bunu eşidən anası müəlliməyə təşəkkür edərək bununla bağlı ciddi məşğul olacağına söz verdi.